Salam əziz dostlar, biz Qubamızın en güzel gövşələrindən biri olan Balıbulaq ərazisindəyik. Balıbulaqdan elə bir ki 100 metre Balıbulağa çatmamış köhnə saqanadır. Qardaşlar, buranı belə gözəl mənzərəli yaratıblar, hələ də yaratmaqdadılar. Yəni hələ açılmıyor, bizi də tanıdıqlarına görə problem yoxdur. Gəldik bura, baxın, bura gəlmək, axşamadan istirahət etmək bizə başa gələcək. Tabii ki 3 manat benzin. Toyuq nedir? 7 manat. Yaxşı toyuq. Pomidor, xiyar, salatı, sokuz adı da oldu. O bir şey 20 manat. Baxın, Allah Teala biz Qubalılara mənə meydana çıxıram deyirlər ki, bu nə diye adam öyle sıxılır, bu nə həyatdır, bu nə həyatdır. Qardaş, baxın, Allah Teala bizə bunu verib ki, biz Qubalılara 20 manatı gəldik burada kəfin üstünə istirahət edirik. Amma şəhər cəmaatı bura gəlmək üçün hələ bir gecəsi gəlib 150 manata, 100 manata, 200 manata, 300 manata qalırlar. Gör Allah Teala biz Qubalılara bu neyməti verib. Şükürlər olsun bu günümüzə də. Nə olub maşın? Vacib deyil ki, qoyun əti yiysən, bahalı ət yiysən. Belə gəl burada bu təbiəti dadını çıxartmaq hər birimizdə hələ bir ki vacibat deyə insana həyatda bir dəfə ömür verir. Gəlin istirahətli olun, başınız açılsın. Çay içə bilərsiniz, samvarı getirib qaynata bilərsiniz, balıq tutub yeyə bilərsiniz. Çayın qırağı, gəlin də, gəlin. Bunlardakı pulla da ki Allah qardaşlar canı sağ olasın.